Sonunda iki məsələyə toxunmaq istəyirəm. Bir, bugün şəhid mübarizin şəhadət günüdür, doğum günüdür. Allahdan şəhidimizə rəhmət diləyirəm. Bütün şəhidlərimiz əzizdir, şəhidlərin hamısı bizim üçün dəyərlidir. Şəhid mübarizin bir missiyası var idi ki, onun özünə məxsusluğu ondadır ki, sülh şəraitində Azərbaycan xalqının əzəmətini, gücünü, qüdrətini göstərdi, döyüş əzmini göstərdi və göstərdi ki, şəhadət tələbli bu xalqın qanındadır, canındadır və özü də bunun İmam Hüseyin əleyhissalamın məktəbindən qaynaqlandığını bildirdi və bu xalq üçün böyük bir fədakarlıq elədi. Yəni, o tək başına döyüşçülər olan yerə getdi və ölümü gözünə qoyub, şəhadət arzusu ilə, şövqü ilə o misilsiz qəhrəmanlığı göstərdi və elə bir yenidən diriltdi bizi və diriliyimizi göstərdi özümüzə ki, biz diriyik, biz qadirik torpaqlarımızı işğaldan azad eləməyə. Mən heç vaxt boğazdan yuxarı söz danışmamışam, yəni mən o pafoslu söz xoşlamıram. Mənim başa düşdüyüm budur, şəhid mübarizin o hərəkətindən, o mübarizəsindən ki, həqiqətən də bu xalqın boynunda, o şəhidin də bütün şəhidlərimiz kimi xüsusi haqqı var və onun əziz xatirəsi həmişə yad olunmalıdır bütün şəhidlərlə yanaşı. İlk növbədə inanclı insanlar uşaqlarını, övladlarını məhz o şəhidlərlə təmas əhval-ruhiyyəsində böyütməlidirlər, şəhidlərlə ünsiyyət olmalıdır. Deyirlər ki, şəhidlərə nəsə hədiyyə eləsin, onlar İmam Hüseyin əleyhissalamdan xahiş edirlər, səni dua eləsinlər. Bu cümə gecəsi də bu şey də yayılmışdı cəmaat içində. Mən elə bu gecə şəhid mübarizi ayrıca özüm də dua elədim. Gecə ibadət eləyəndə onu xüsusi dualarımla yad elədim ki, o mənə ondan nəsə düşsün, onun o feyzindən, o rəhmətindən, o bərəkətindən. Allah bizi şəhidlərimizdən, onları Kərbəla şəhidlərindən ayrı salmasın.